Azərbaycan Qlobal Cənub QHT platforması vasitəsilə bəşəriyyətin bundan öncəki dövrdə cəhd etmədiyi mövzuda bir yenilik gətirməyə çalışır. Bu fikirlər Bakıda keçirilən Qlobal Cənub QHT platformasının təsis konferansında səsləndirilib. Dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə baş tutan konferansda Qlobal Cənub QHT platforması təsis edilib. Bugün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT platforması təsis olunur. Çox şadıq ki, keçən il qoşulmama hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdı. Bu fikirlər Prezident İlham Əliyevin Qlobal Cənub QHT platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. İnanıram ki, Qlobal Cənub QHT platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir deyə müraciətdə vurğulanır. Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, izdirab gətirən bu cür davranışları qəbul edilməsi hesab edirik. Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalar arası, mədəniyyətlər arası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik. COP29-u keçirməklə Azərbaycan qlobal həmrəyliyin nə demək olduğunu sərgilədi. Kenyalı nümayəndə Charlie Naruto bildirib ki, quraqlıq, su hövzələrinin quruması, o ərazidə yaşayan icmaların bundan əziyyət çəkməsi bizim reallıqdır. Ekosistemləri qoruya bilmək üçün birlikdə hərəkət etməliyik. Gənc icmaları bu işə cəlb etməliyik. Planetin xilası bizim digər səylərimizdən asılıdır. COP29-u keçirməklə Azərbaycan qlobal həmrəyliyin nə demək olduğunu sərgilədi. Güclü tərəfdaşlığı olmadan qlobal problemlərin həlli mümkün deyil. Qlobal Cənub qeyri-hökumət təşkilatlarının platforması bizim üçün dönüş nöqtəsi olmalıdır. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çox layihəsinə 13 milyon dollar vəsait ayırıb. Dövlət Agentliyinin icraçı direktoru Aygün Əliyevanın sözlərinə görə rəhbəri olduğu qurum bu qəbildən olan təşkilatlarına dəstəyini davam etdirmək niyyətindədir. Həmçinin Aygün Əliyeva Qlobal Cənub ölkələrində yaşayan xalqların əksəriyyətinin günümüzdə yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşdiklərinə diqqəti yönəldib. Qlobal Cənub dövlətlərində yaşayan xalqların əksəriyyəti yoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşirlər. COP29 tədbirlərində Azərbaycan Qlobal Cənub ölkələrinə də öz töhfəsini verib. Qlobal Cənubu təmsil edən qeyri-hökumət təşkilatlarının Azərbaycana marağı artır. Bizim agentliyimiz gələcəkdə də Qlobal Cənubu təmsil edən təşkilatlarına dəstəyi davam etdirəcək. Bugün BMT-də 6500 akreditasiyadan keçmiş QHT var. BMT-nin rəsmisi Wung Qinchang isə bildirdi ki, iqlim dəyişikliyi və münaqişələrin tüğyan etdiyi dövrdə Cənub platforması ortaq təcrübələrin paylaşılması, dayanıqlı vətəndaş cəmiyyətinin formalaşmasına ciddi töhfələr verə bilər. Qlobal Cənubda əksər ölkələrin QHT-ləri yoxdur. Bugün bu tarazlığı düzəltməliyik. Vaxt bizim əleyhimizədir. 2030-cu ilə qədər görüləsi vacib tədbirləri həll etmək üçün birlikdə hərəkət etməliyik. Azərbaycan Milli QHT Forumunun sədri Ramil İskəndərli bildirdi ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə baş tutan bu konfrans sadəcə dialoqlar üçün deyil, potensialımız bir mənalı şəkildə dəyərləndirilməlidir. Qlobal Cənub eyni çətinliklərdən əziyyət çəkən insanların platformasıdır deyən Ramil İskəndərli rəsmən Qlobal Cənub QHT platformasının təsis olunduğunu elan etdi. Ədalətsizlik, müstəmləkəçilik, qeyri-bərabərliyə baxmayaraq, dünyanın hər yerində minlərlə QHT var, fəallar var. Biz çiyin-çiyinə verib bu layihəni həyata keçiririk. Birlikdə dünyanın daha ədalətli, parlaq bir yerə çevirəcəyik. Bizim bilik və təcrübəmiz dünyanın siyasi həyatında müstəsna yer tutacaq. Dünyada ədaləti bərqərar etmək naminə çalışan qlobal bir hərəkat yaradırıq. Long live the unity for the global south.
Well done. Congratulations. Qlobal Cənub platformasının təsisi COP29-un qarşısında duran vacib məsələlərdən biri idi. Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev bildirib ki, cənab prezidentimizin rəhbərliyi altında COP29 yüksək səviyyədə təşkil olunmuşdu və uğurlu nəticələr verdi. Bu prosesdə biz daim QHT-lərin dəstəyini hiss etdik. COP29-un birinci məqsədi inkişaf etmiş ölkələrin inkişafda olan ölkələrə maliyyə dəstəyi verməyə razılaşdırmaq idi. 300 milyard dollar donor maliyyə ayırmasını təmin etməyə çalışdıq. İndi karbon bazarına özəl sektordan milyardlarla dollar ayrılır. İtki və ziyan fondu maliyyə proqramlarının kompensasiyası üçün nəzərdə tutulmuş bu ikinci məqsəd də COP29 zamanı uğurla baş tutdu. Üçüncü məsələ isə Qlobal Cənub platforması idi ki, bu da əməkdaşlıq üçün olduqca mühüm hadisədir. Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verildi. Qərar Qlobal Cənub platformasının bugünkü təsis konfransında elan edildi. Platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT platformasının bir il müddətinə müvəqqəti baş katibi seçilib. Bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib. Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT platformasının baş assambleyası keçiriləcək. Günəş Rızayeva, İlkin Həsənov, Fidan Səfər, Spice xəbər.